Tarixin ən böyük bioloji istilası nə nüvə bombası ilə başladı, nə də müharibə ilə. Cəmi 24 masum canlı ilə başladı. İl 1859. Thomas Austin adlı bir İngilis o həvəs üçün onları təbiətə buraxdı. Amma bir şeyi unutmuşdu. Dovşanlar riyaziyyat bilməz, amma çox yaxşı çoxalırlar. 24 dovşan cəmi bir neçə il ərzində milyonlara çatdı. Qitəni boz bir yorğan kimi bürüdülər. Qarşılarına çıxan hər şeyi yedilər. Ağacları, əkinləri, torpağın kökünü. Avstraliya yaşıl bir qitədən yavaş-yavaş tozlu bir səhraya çevrilməyə başladı. İnsanlar çarəsiz idi. Dünyanın ən uzun hasarı, dovşan keçirməyən ciddi itkilər. 3000 kilometr uzunluğunda məhdil hasar. Amma təbiəti məhdillə dayandırmaq olmaz. Dovşanlar altından keçdi, üstündən tullandı. İnsanoğlu təbiətin qanunlarına məğlub oldu. 1950-ci ildə elm işə qarışdı. Bioloji silah tətbiq olundu. Myxomatous virusu milyonlarla dovşan öldü. Bəzi bölgələrdə isə hətta sayı 99% azaldı. Qələbə qazanıldığı düşünüldü. Amma təbiətin son bir kozuru vardı. Evolyusiya. Sağ qalan 1% viruslara qarşı davamlıq qazandı. O super dovşanlar yenidən çoxaldı. Sayları yenə təxminən 200 milyona çatdı. Avstraliyanın bitməyən kabusu bu gün də hələ də oradadır. Bu müdaxilə geri dönüş olmayan bir prosesi başlatdı.